Bismillahirrahmanirrahim. Salam əziz müsəlman qardaş və bacılar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Allahdan hamının üzərinə ilahi mərhəmət və məğfirətin nazil olmasını diləyirəm. İnşallah ki, Şəvval ayının hilalının görünməsi sabit oldu və artıq sabah Fitir bayramıdır, Şəvval ayının 1-ci günüdür. Fürsətdən istifadə edib hamını təbrik edirəm, xalqımızı, millətimizi təbrik edirəm. Allah Taala bu bir ay boyunca etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları bizdən ali dərəcədə qəbul eləsin. Allah Taala son Ramazanımız qərar verməsin. İnşallah gələn il mübarək Ramazan ayını bir daha ömrümüzə nəsib eləsin. Mübarək Ramazan ayı həqiqətən də çox gözəl bir ay idi. İlahi rəhmətlə, bərəkətlə, lütf və kərəmlə dolu olan bir ay idi ki, bizə sarı üst tutmuşdu və Peyğəmbərimiz buyurdu ki, bu ay həqiqətən də insanlara mərhəmət, bərəkət qazandırmaqdan ötürü gəlmiş bir aydır. Və bu bir ayda biz özümüzü çox xoşbəxt hiss edirdik. İlahi rəhmət qoynunda özümüzü hiss edirdik. Və bu bir ay boyunca həqiqətən də Allaha bəndəliyin nə olduğunu, ibadət və itaətin nə olduğunu bizə mübarək Ramazan ayı öyrətdi. Allahdan istəyimiz budur ki, Allah Taala həqiqətən də bizi özünə bəndə qərar versin. İbadətin, itaətin, ləzzətin bizə dadızdırsın. Necə ki, Ramazan ayında bu ləzzəti biz yaşayırdıq, hər zaman o bəndəlik ləzzətini Allah Taala bizə yaşatsın. İnşallah mübarək Ramazan ayı bir daha ömrümüzə nəsib olsun. Və sabah inşallah ki, müqəddəs Fitir bayramının namazı qılınacaq. Allahdan istəyim budur ki, qılınacaq həmin o namazı da Allah Taala bizdən ali dərəcədə qəbul eləsin. Həmin o namazın qunutunda biz Allahı vəsf edirik. Allahümmə əhləl kibriyai vəl-azəməh və əhləl cudi vəl-cəbərut. Ey o Allah ki, kibriya əhlidir, əzəmət əhlidir, ehsan, səxavət, bəxşiş, rəhmət və məğfirət əhlidir. İlahi, səndən istəyirik ki, Peyğəmbər və ali Peyğəmbəri daxil etdiyin xeyirlərə bizi də daxil eləyəsən. İlahi, səndən istəyirik Peyğəmbər və ali Peyğəmbəri çıxartdığın bütün günahlardan və pisliklərdən bizi də çıxartasan. İlahi, bizi pak və pakizə qərar verəsən. Necə ki, mübarək Ramazan ayı bizi paçladı. Nədən paçladı? Günahlardan paçladı, xətalardan paçladı. Allahdan istəyimiz budur ki, Allah Taala günah etməməkdə, xətaya yol verməməkdə özü bizə yar və yardımçı olsun. İbadət və itaətində bizə tövfiq versin, bizi müvəffəq bəndələrindən qərar versin. Allah, Allaha itaət eləmək yolunda hamıya yar və yardımçı olsun inşallah. Bir daha müqəddəs Ramazan bayramımız mübarək olsun, Fitir bayramımız mübarək olsun. Allah Taala'dan bir daha istəyirəm ki, Allah bizim son Ramazanımız qərar verməsin inşallah.